Hündüşka ətini qoyuram 2 tərəfli qızarmağa, qızarsın, mühürlənsin. Daha sonra yeməyi bişirməyə keçəcəm. Hündüşka ətini pambıq kimi necə bişirirəm, siz də istədim izləyəsiniz. Yeməyin soğanlarını hazırlayıram. Ətlərin hər tərəfini mühürləyirəm. Hər iki yüzü qızarıb, bütün ətlərin azıcık su əlavə edirəm. Vampoda qoyuram. Ətlər tam yumuşalsın. Bu su buna bəs edir. Ətlər yaxşıca bişdi, suyu tam qurudu. İçərisinə yağ əlavə edirəm və doğradığım soğanları əlavə edirəm. Üzərindən də bir çimdik duz əlavə edirəm. Qabağımı bağlayıram. Soğan ərisin, bitsin. Artıq soğanlara tam əriyib, içərisinə azıcık su əlavə etdim. Biraz da əlavə edirəm. Və önceden təmizlədiyim, dondurucuda saxladığım şabalıqları içərisinə əlavə edirəm. Qarışdırıram və qoyuram vamxodda bişməyə. İçərisinə istəyə görə azıcık sarı kök də əlavə edə bilərsiniz. İstəyə görə turşu da əlavə edə bilərsiniz. Mən heç birini, daha doğrusu mən turşu əlavə etməyəcəm. Sadəcə azıcık sarı kök əlavə edəcəm. O da rənginə görə. Möhtəşəm hinduşka yeməyimiz hazırdır. Möhtəşəm yeməyimiz artıq hazırdır. İstəyirəm sizlər üçün göstəreyim necə gözəl pişir. Baxın. Baxın necə gözəl ayrılır. Şabalıqlar da yenə o formada çox dadlı, ləzzətlidir. Mütləq siz də bişirin, hazırlayın.